Deməli, hər vaxtınız xeyir olsun dostlar. 2 həftədir demək olar ki, ictimai televiziyasının ən maraqlı verilişlərdən biri olan Maskaya baxıram. Amma bir şey nəzərimdən qaçmadı. Bir neçə il bundan qabaq səhv etmirəmsə dostumuz Nigar Çamal Şəbnəm Tovuzun adını çəkməklə bütün sosial medianı yazmağa vadar eləmişdi və bu günləri baxmayaraq ki, bu layihənin 1 milyon manatdan çox bütçəsi var bildiyimə görə və orada oturan dəyərli dostlarımız, sevdiyim insanlar münsiflərdədir. Bu gün də bu layihə maraq toplamaq üçün Ofelia Şabanovanın, Kəmalə Günəşlinin, Şəbnəmin adları ilə bugün bütün medianı xəbər kimi zəbt edib. Deməli, bu günləri ictimai televiziya bayağı müğənniləri efirə çağırmayın deyərək öz aralarında oturub verişdə dağılıb özlərini dağıdaraq danışan ictimai televiziyanın aparıcıları bugün bu simaların adın layihədə çəkilməyinə imkan verərək sosial mediada PR-ını aparırlar. İndi gəlin danışaq. Əgər bu müğənnilər televiziya buraxılmamağını başta ictimai televiziya olmaqla Azərbaycan mədəniyyətini qorumaq lazımdır deməklə bu müğənnilər Azərbaycan mədəniyyətinə böyük bir zərbədir deyərək necə olur çəkilişlə həftələr öncə çəkilişli verilişdə ictimai televiziyada bu insanların adının çəkilməyinə imkan verirlər. Sizcə ictimai televiziya Ofelia Şabanovanı, Kəmalə Günəşlini, Şəbnəmi o layihəyə dəvət edərmi? Xeyr, etməz. Bu özü bir nədir? Bu özü bir politikadır, yəni siyasətdir ki, bunların adını çəkilməklə sosial medianı özlərinin layihələrinin PR-ına dəvət eləməkdir. Amma bu verilişin ilk buraxılışında yığdığı reyting 1,68 idi. Yəni bu günləri bu verilişdən yazırlar yalnız Şəbnəmə görə, Ofelia Şabanovaya görə, Kəmalə Günəşliyə görə. Fakt faktlığında qalır. Amma layihə çox maraqlıdır. Çünki orada bilərəkdən elə bir simaların adını çəkilir ki, kütlə də bu simaları tanıyır və müzakirəyə səbəb olur.